bir pay olsun inşallah hadisimizə. Bu da bizi sonda oxuyarıq inşallah ki, ama bir müqəddimə olsun bizim məddahlarımızın tipi için. Dünyada behiştin məsəli Ali Əlidir. Dünyada behiştin məsəli Ali Əlidir. Rizvan Xuda cazibəli Ali Əlidir. Dünyada behiştin məsəli Ali Əlidir. Rizvan Xuda cazibəli Ali Əlidir. Peyğəmbər Əkrəm gül-i reyhan-ı lətifdir. Amma o gülün ətli Əli Ali Əlidir. Peyğəmbər Əkrəm gül reyhanı lətifdir, amma o gülün ətli Əli Ali Əlidir. Hər gül bu qədər raihədə ətli var olmaz. Özünə məxsus bir ətli var. Heç biri birinə bənzəmir. Adi bir dənə, görürsən bir üzrəşinə hamımızda dükkandan 1 kilo meyvə alırsan, görürsən bu eyni almadır, eyni rəngdədir. Amma bu almanı da doğru alma, eyni dad verməz. Zərrə də olsa fərq. Hər gün bu qədər raihədə ətli var olmaz. Nisbətdə fəqət raihəli Ali Əlidir. Çoxları özünü Peyğəmbərə başlada bilər. Çoxları özünü, nə bilim, üləma eləyər. Amma bunlara Peyğəmbərə fəqət kim nəfər? Düzdür? Salavat zikrini. Hər gün bu qədər raihədə ətli var olmaz. Nisbətdə fəqət raihəli Ali Əlidir. Hər gün bu qədər raihədə ətli var olmaz. Nisbətdə raihəli Ali Əlidir. Seyyid, bu qədər özgə gülüstanı dolanma. Seyyid, bu qədər özgə gülüstanı dolanma. Bir babi ki seyr eyləməli Ali Əlidir. Allah Teala bugün biz Ali Əli evladının bilavətinə cəm olmuşuq. Allah Teala adına gecədən etibarən. Qəlblərimizdə hacətlərimiz var, çətinliklərimiz var, müşküllərimiz var, xəstələrimiz var, problemlərimiz var, o problemlərimiz. O hər öz niyyətin düşünür qəlbində. And o Allah'ı ki imamımızda qapısına bir nəzər sonra imamımızda ona bir şəkildə 10 nəzər sonra. Bir də mən Nurani sələvatı işidir inşallah. Başlayar, bir sevgililərə var bu evdə hürmət, sevgi nəfəsi danılmaz hikmət. Məddar Əmirəl-Moğlunun dəyərli qardaşım, əzizim, başımızın tacı, mənim 20 illik qardaşım, Kərbəlayı Seyyid Rövşən Eyyub. Salamətliyinə sələvat zikirlər. Salamatımız hakkında məscid əhlinin, cəmaatının salamatlığı hakkında ürəklərində olan hazətlərinin tezliğine inşallah yerinə yetirilməsini xatir ki, hələ bir dərdlə gəlir, hələ bir istəklə gəlir, ağlarınızdan istəyirlər. Bu niyyətimizə və zuhuri İmam-ı Zaman Muhammed-i Sələvat. Bu məsciddə əzizlərimiz olub, vaxt zaman var idi ki, cərgələrimizdə idilər. Bunlar da mövludlarda, məclislərdə, əzadarlıq məclislərində yanımızda olardılar, amma indi torpaq altındadılar. Onların da ruhlarının şad olmağına xatir inşallah sələvat edin.